Hamınıza salamlar dostlar. Mən Qasım Hüseyn. Necəsiniz? Bu günlər sizlərlə birlikdə Gemini'nin verdiyi dünyanın ən yaxşı komandası vs ChatGPT-nin verdiyi ən yaxşı dünyanın ən aktiv və ən yaxşı komandasını qarşılaşdıracağıq. Təbii ki də bunu X26-da qarşılaşdıracağıq. Maç etabı və penallaşma seriyası etabı ilə videonun qazanını elan edəcəyik. Bəs indi soruşarsınız ki, niyə burada çarx var? Çarxı ona görə qoymuşuq ki, məsəl üçün bu çarxdan düşən məsəl üçün Gemini, birinci Gemini'dən yazıb soruşacaq ki, hal-hazırda ən aktiv və ən aktiv nədir? Aktiv ən yaxşı qapıcı kimdir deyə soruşacaq. Məsəl üçün o da bizə desə ki, Donnarumma, məsəl üçün biz ChatGPT-dən soruşanda belə yazacağıq. Donnarummadan başqa hal-hazırda aktiv ən yaxşı qapıcı. Yəni belə soruşacağıq. Yəni ona demək istəyirəm ki, ikisi də eyni oyuncu deməsin deyə mən bunu deyirəm. O zaman çarkımızı çevirək görək hansı proqram birinci futbolçu verəcək bizə. Gemini. Nəsə dediyim tutdu. Gemini bizə Gemini proqramı bizə ilk verəcək. O zaman keçək Gemini'yə. Bəli dostlar, Gemini'dəyik və Gemini'dən indi yazırıq. Hal-hazırda aktiv dünyanın ən yaxşı qapıcısı deyə kimdir? Mənə nə dedə? Və bəli, bunu yazdıq Gemini'dən. Görək nə deyəcək. Hazırda dünyanın ən yaxşı qapıcısı adını vermək bir qədər subyektdir. Emiliano Martinez, Alisson Becker, yox. Ən yaxşı birini seç. Görək hansını deyəcək. Əgər mütləq bir nəfər seçməliyəmsə, bu çox qəribə verdi. Emiliano Martinez dedi bizə. Problem yoxdur. Emiliano Martinez'i problem yoxdur dedi. Yəni elə olacaqdı. Gemini'nin komandasında qapıcı Emiliano Martinez olacaq. Gemini yazırıq. Emiliano Martinez. İndi keçək ChatGPT-dən bunu soruşaq. Bəli dostlar, ChatGPT-yə də yazdı. Hal-hazırda aktiv dünyanın ən yaxşı qapıcısı kimdir? Emiliano Martinez'dən başqa yazır. Nə yazır? Bir dəqiqə. Çox yaxşı sualdır. Ən yaxşı qapıcı subyektiv ola bilər. Başqa namizədlər arasında yox, bir dəqiqə. Ən yaxşı birini seç. Seç neydi o? Seç. Görək nə deyəcək. Hazırki performans niyə Donnarumma? Donnarumma dedi. ChatGPT Gianluigi Donnarumma seçdi. O zaman bunu da qeyd eləyək. Donnarumma. Məncə yaxşı seçimdir. ChatGPT-dən Donnarumma. Yəni Emiliano Martinez'in yanında Donnarumma hal-hazırda daha yaxşıdır, aktiv. O zaman elə ChatGPT-nin özündən soruşuruq. Niyə? Çünki sıra soruşuruq. Birinci Gemini'dən soruşuruq. ChatGPT-dən soruşuruq müdafiəni. Bəs ən yaxşı aktiv ən yaxşı müdafiəçilər 2 dənə yazaq. Və SLB, yəni sol bek və sağ bek. Yazdıq.
Bəs aktiv ən yaxşı müdafiəçilər 2 dənə və sol bek və sağ bekdir. Çox yaxşıdır. Hal-hazırda 2025 Virgil van Dijk ən yaxşı mərkəz müdafiəçisi və yanında da Bastoni. Bu çox möhtəşəm seçimdir. Bastoni və Virgil van Dijk. Və sol bek, sağ bek, yəni onu da buradan soracağım. Yəni arxa dördünü buradan soruşuram. SEB və sol və SLB. Çox güclü verdi, brat. Görək nə deyir? Dünya yaxşı sağ cəbhə müdafiəçisi hesab olunur. Əşrəf Hakimi və Əşrəf Hakimini verir. Sol bekdə də Alphonso Davies verir. Məncə çox yaxşı seçimlərdir. Hakimi və kimdir? Alphonso Davies. Və keçək indi Gemini'dən soruşaq arxa dördünü. Mən gedim Gemini'yə. Bəli dostlar, indi Gemini'dən də soruşdum. Bəs aktiv ən yaxşı müdafiəçilər 2 dənə və sol bek və sağ bekdir. Bastoni, Van Dijk, Hakimi və Davies'dən başqa. Burada bizə müdafiə olaraq 2 dənə dedir. Ruben Dias. Məncə Ruben Dias da çox möhtəşəmdir. Ruben Dias və Antonio Rudiger. Məncə bu seçim də möhtəşəmdir. Rudiger. Bəs yaxşı sol bek, sağ bek. Sol bekə Theo Hernandez, sağ bekə də. Yəni bunu əslində ChatGPT dedi. Theo Hernandez, amma Trent Alexander-Arnold, amma Hakimi ilə Davies'i seçdi. Buna görə biz də burada Theo Hernandez'i yəni yazıb da bura. Theo və Trent Arnold. Bir dəqiqə mən bir saniyə gəlirəm, buralar arıza oldu. Bəli dostlar, gəldim. Trent Arnold'u axırıncı dəfə yazdıq və indi Gemini'dən soruşuruq. Mənə bəs yox, gözü belə böylə yox. Bəs yarım müdafiə. Bəs aktiv ən yaxşı yarım müdafiə 2 mərkəzi orta sahə 1 ofansif orta sahə. Yazdıq bunu da uşaqlar. Görək nə deyəcək. Aktiv ən yaxşı yarım müdafiəçilər. Rodri Medeo deyək. Bura getmir Rodri. Jude Bellingham. Bax, Jude Bellingham. Gemini Jude Bellingham öz komandasını aldı. Jude. Ofansif orta sahada Kevin De Bruyne. Abi Kevin De Bruyne götürdü. Kevin. Mən heç problem yoxdur. Yəni burada Jamal Musiala falan qalmışkən gəlib bunu götürməyə biraz qəribə gəldi mənə. Rodri'ni dəyiş yazacağam. Rodri'dən başqa. Görək kimi deyəcək. Rodri əla seçimdir, lakin onun kənara dayaq rolu. Abi Declan Rice abi yox, o yox. Declan Rice yox, brat. Dayaq yox. Çünki Declan Rice şeydir, dayaq müdafiə melli olmasın. Pedri, brat Pedri, bax. Pedri, yəni mərkəzi orta sahadır. Yəni o birisi dedikləri defansif orta sahaydı. Yəni onları götürə bilməzdik. Biz iki komandada yəni dörtlüsüz atak oynayacaq. Yəni bunu bildirim. Atak oynayacaq.
Yəni Gemini, Jude Bellingham, Kevin De Bruyne və Pedri'ni yarım müdafiəyə aldı, götürdü və indi ChatGPT-dən soruşaq, hətta gözəl, belə edeyim. Buradan Gemini'dən gələk bunu yazaq. Bunu buraya. Brad. Harada bu yazdı? Ha, de bunu kopyalayaq. Bir də onu sonra yazmayaq bunu. Bura kopyalayaq bunu. Yazaq Jude Bellingham. Qısa yazdım uşaqlar ki tez olsun. Pedri. Kevin De Bruyne'dən başqa. Yazdıq görək ChatGPT nə verəcək, hansı futbolçular verəcək, hansı yarım müdafiəçilər verəcək. Rodri yox, Brad. Federico Valverde verdi. Valverde. Və Bruno Fernandes. Brad. Bruno Fernandes. Nə bilim. Bruno. Ne çox qəribə. Bruno Fernandes. Mən dayaq olmalısını istəmirəm. Rodri'dən başqa. Yəni başa sala bilməm. CDM-dir Rodri. Federico Valverde və Aurelien Tchouaméni. Yəni əslində 2 reallı bir futbolçu dedi. 2 dənə realdan dedi. Tchouaméni. Mən bunları tez bir şəkildə dəftərə qeyd edirəm ki, yəni oyunda tez bir şəkildə nəzərə ala bilim, yəni yaza bilim oyuna. İndi buradan eləməhsə elə buradan yazacağıq. 3 bəs aktiv ən yaxşı 3 hücumçu. 2 kanat SLK və SRK, yəni sağ kanat. İndi möhtərəzən bağlaya bilərik və bir santrfor sənəti. Bunu da yazdıq. Görək ChatGPT bizə hücumçulardan kimi verəcək. Ən yaxşı 2 kanat hücumçusu Vinicius Junior. Sol kanada Vinicius atdı. Sağ kanada Məhəmməd Salah. Çox möhtəşəm seçimlər. Salah və hücumçu da Erling Haaland. Abi ChatGPT çox güclü oldu axı. Çox güclü oldu. Haaland'ı da yazdıq. Məncə çox yaxşı isimlərdir. İndi bunları Haaland'ı falanı tez bir şəkildə Gemini'dən soruşaq. Gözə kopyalayaq bunu. Bunu kopyalayaq ki görək Gemini'miz nə deyəcək bizə. Yazaq. Yəni məncə çox uzun bir video olacaq. Çünki videonun 14-cü dəqiqəsindəyik. Hələ 14 dəqiqədə kayıtdadır. Yazaq. Vinicius Haaland və Salahdan başqa. Yazdıq görək kimlər verəcək. Məncə Mbappé 100% atacaq. 100%. Elə hiss edirəm.
Bəli, gördünüz, dedim də sizə. Santrfor Kylian Mbappe. Sol canağa Son Heung-min və sağ canağa Jeremy Doku. Abi məzələn bu nədir? Jeremy Doku'dan başqadan tamamladın. Nə bilim, sözüm yoxdur. Yine de yazıdan niye çünkü mecbur da burada. Yani bunları verip bize. Mbappe. Yani tabii öz komandasını kurur da burada. Son ve Jeremy Doku. Burada inanmıram Doku sağ kanada oynayabilsin. Belki bir tane oynayabilir onu. O zaman uşaqlar gəlin bir dənə tez bir şəkildə iki komandanın da heyətlərinə baxaq. Qapıda Emiliano Martinez, müdafiədə Ruben Dias, Gemini komandasını sayıram. Müdafiədə Ruben Dias, digər müdafiəçisi Rudiger, sol bek Theo Hernandez, sağ bek Trent Arnold, yarım müdafiə SM'də, yəni mərkəz orta sahada Jude Bellingham, ofansif orta sahada Kevin De Bruyne, digər mərkəz orta sahada Pedri, santrforda Mbappe, sol kanatda Son və sağ kanatda da Jeremy Doku. İndi ChatGPT-nin komandasına baxaq. Qapıda Donnarumma, müdafiədə Bastoni, yanında Virgil van Dijk, Bastoni'nin yanında Virgil van Dijk. Sağ kanatda sağ bekdə Hakimi, sol bekdə Alphonso Davies, yarım müdafiədə Valverde, Tchouameni, ofansif orta sahada Bruno Fernandes, sol kanatda Vinicius Junior, sağ kanatda Salah və santrforda da Erling Braut Haaland yer alır ChatGPT-nin komandasında. O zaman uşaqlar, mən gedim bu komandaları oyunda yazım və gəlim. Və bəli dostlar, getdim bu Gemini'nin və ChatGPT-nin mənə verdiyi komandaları Barcelona və Real Madridin üzərinə yazdım. Və indi bu iki komandanı qapışdıracağıq. Gəlin tez bir şəkildə ikisini də göstərim sizə. Barcelona komandası Gemini'nin komandasıdır. Emiliano Martinez, qapıda Emiliano Martinez, müdafiədə Ruben Dias, Rudiger, Trent Arnold, Nuno Mendes, sağ bek və sol beklər. Pedri mərkəz orta saha, Kevin De Bruyne ofansif orta saha, Jude Bellingham digər yarım müdafiə. Burada Jeremy Doku sağ kanat, Son Heung-min sol kanat və Kylian Mbappe də santrfor. Bu bizim Gemini'mizin komandası. Kapitan da 10 nömrə Kevin De Bruyne'dir. Bu arada yəni zamenlərdə Barcelona öz oyunçulardır, amma zamenləri bağlayacağım. Yəni oyunda dəyişiklik olmayacaq. Bu komandalar zamensiz oynayacaq ikisi də. Real Madrid. Yəni bu da ChatGPT-mizin komandası. Qapıda Donnarumma, müdafiə Van Dijk, Bastoni, sağ bek Hakimi, sol bek Davies, Alphonso Davies, mərkəz orta sahada Valverde, ofansif orta sahada Bruno Fernandes, Valverde'nin yanında Tchouameni, sağ kanatda Məhəmməd Salah, sol kanatda Vinicius, santrforda Haaland. Mənim fikrimcə hal-hazırda ChatGPT-nin komandası Gemini'nin komandasından bir tık daha üstündür. Yani o da ki nəyə görə üstündür deyə soruşsaz, məncə sağ bek, sol bek və məncə sağ bek, sol bekə görə də deyil, heç hücum xəttinə görədir. Abi Salah, Vinicius, Haaland. Abi yəni Gemini'də Mbappe son Doku'dur. Yəni son korlamır, amma Doku korluyur. Yəni Doku yerinə bir başqası olsaydı məncə daha yaxşı olardı Gemini üçün. Amma nəysə, sizə videonun başında dediyim kimi video 2 etapdan olacaq. Bir 90 dəqiqəlik etap, bir də penallaşma seriyası. O zaman keçək maçımıza. Görək hansı komanda qalib gələcək bu oyun. Biz ortaya keçək. Bəli, ortaya keçək. Komandamız Barcelona və Real Madrid. İkisi də öz formasında olsun. Qara ağ formalar lazım deyil. Bəli. Maç sürəsi 5 dəqiqə olmasın. 5 dəqiqə mi olsun? Qısa mı olsun? Məncə qısa olmasın. Ya da qısa olsun. Bilirsiniz ki, bunun video artıq 19 dəqiqədir. Çox uzundur. Həm də bunun bir yəni şeydə var. Nədir o adı? Yazımdan çıxdı. Penallaşma seriyası var. Ona görə yəni otomatik seçilmiş. Yəni
Yarışma seriyasında olduğu üçün çox uzun çəkəcək. Ona görə 5 dəqiqə qalmalı daha yaxşıdır. İstər Metropolitana da olsun, yoxsa yaxşı qoy burada olsun. Niyə ki, 2 komanda içində olmasın. Ha, oyuncu dəyişikliyi olmasın. 0, yəni 0 dəyişikliyi olacaq. Buradan dəyişdirmək, onu eləmək olmur ha, buradan. Bəli, buradan eləmək olur ancaq və 0 oyuncu dəyişikliyi sayılacaq. Yəni heç kim dəyişikliyi eləyə bilməyəcək və UCL finalında görək nə olacaq. Burada oyun baqa düşə bilər. Şeyə görə. Bəli, düşdüm, mən də bu bağı düzəldim, gəldim. Bəli dostlar, bağı düzəltdim və gəldim. Burada Çempionlar Liqasının stadionunu görürük. Niyə? Çünki Çempionlar Liqası finalda, amma burası keçək ən yaxşısı. Yəni çox da uzun baxalası vaxtımız yoxdur. Oyun açılacaq və bəli, oyun açıldı. Estadio Metropolitano stadionunda Gemini'nin komandası ChatGPT'nin komandasına qarşı olacaq. Və maçı izləməyə başlaya bilərik. Topu Gemini'nin komandası başladır. Pedri verdi. Jeremy Doku dərkən pressing eləyir burada ChatGPT'nin komandası. İndi Pedri ötürməsi Bellingham'da indi top keçmir. Valverde icazə vermir. İndi Məhəmməd Salah kontrataka çıxa bilər. ChatGPT'nin komandası. Yox, icazə vermir. Mən Barcelona deyəcəm Gemini'yə, Real deyəcəm ChatGPT'yə. Yəni bunu biləsiniz, öz komandaların adını da deyəcəm. Pedri, Jeremy Doku mu, Davies mi? Alphonso Davies icazə vermir. Alphonso Davies. İndi Trent Arnold, Alexander Trent Arnold topu itirdi. İndi Vinicius verdi. Erling Haaland icazə yoxdur buradan Rudiger'dən. Trent Arnold ötürməsi Emiliano Martinez. Ötürmə Jeremy Doku. Vinicius Junior götürdü topu. Ötürməsi Bruno Fernandes. Sağda Məhəmməd Salah boşdu. Məhəmməd Salah, Emiliano Martinez. 2022 World Cup'ın Dünya Kubokunun qalibi Emiliano Martinez. Bu qalibiyyətdə çox böyük rolu var idi onun. İndi Barcelona kontrataka çıxır. Kevin De Bruyne verdi. Ay, Pedri satanmadı. De Bruyne'nin ötürməsində. Vinicius Junior'da da top. Alphonso Davies. Ötürməsi Vinicius Junior. Vinicius keçdi rəqibini. İndi top Bruno Fernandes'lədi. O da verdi. Federico Valverde. Rudiger. Möhtəşəm oynayır Rudiger. Son Heung-min indi. Son verdi. Son ötürməsində indi alanmadı Barcelona komandası. İndi Bruno Fernandes sağda gördüm Məhəmməd Salah içərilədi. Emiliano Martinez. Birbaşa Emiliano Martinez'in əlini atdı Salah. İndi Emiliano Martinez verdi. Davies götürdü amma bu topu. Alphonso Davies ötürməsi Vinicius olmadı. Haaland gəlişinə zərbə son anda. Baxın bu epizod çox yaxşıdır. Haaland gəlişinə Trivella vurdu Murad. Direğe değdi mi değmedi mi? Sürttü direği. Direği yaladı keçdi. İndi Emiliano Martinez. Ötürdü Martinez. Kevin De Bruyne götürəmədi. Haaland'dadı top. Haaland verdi Vinicius çatanmaz axı ora. Pedri. Amma Vinicius pressing ilə götürdü topu. Burada Pedri ona qarşı faul eləyir. İndi Bruno Fernandes cərmə zərbəsini yerinə yetirir. Bruno Fernandes ötürməsi olmadı. İndi top bir dəqiqə bu olur əl vurmayanda belə qalır. İndi Pedri ötürdü. Jeremy Doku yatırdı Alphonso Davies'i. İndi Pedri içərilədi. Burada son var. Son anda icazə vermir Əşrəf Hakimi. İndi Trent Arnold ötürməsi Jude Bellingham. Ötürdü Nuno Mendes. Nuno Mendes içərilədi son anda. Zərbə Kevin'dən Vinicius. Son Heung-min. Son olmadı və ilk hissə bitir.
İkinci hissəyə gedək uşaqlar. İlk hissədə yəni məncə iki komanda da yaxşı oynayır hal-hazırda. Gemini komandası da, ChatGPT-nin komandası da. İkinci hissəyə keçək. Zaten dəyişiklik yoxdur, yəni o dəyişiklik olmayacaq. Erling Haaland, Bruno Fernandes, Mehmet Salah, ötürdü Tchouaméni'ye, Vinicius Junior, bəli dostlar, indi Son Heung-min kontrataka çıxır Barcelona sonla, amma yox, icazə vermir. Real'ın müdafiə sətti. Bastoni geriyə oynadı, Donnarumma verdi, Bastoni. Hələ oyunda gol yoxdur dərkən, pres elədi Barcelona. İndi Eşref Hakimi. Ötürməsi Virgil van Dijk. Ötürdü Bastoni verdi, Alphonso Davies. Tchouaméni'ni gördü, Tchouaméni ötürdü. İcazə vermir Barcelona. İndi Tchouaméni De Bruyne'dən pres nəticəsində topu götürdü. Tchouaméni. Ötürməsi Vinicius sonunda Donnarumma yox, sonunda Emiliano Martinez. Möhtəşəm seyv. Emiliano Martinez möhtəşəm seyv elədi. Van Dijk korner başladı. Və hətta Haaland başla vurdu topa. Abi nəsə burada qəribə bir şey oldu. Van Dijk niyə korner başladı? Nəysə. Emiliano Martinez oturdu. Top Jude Bellingham'da. Fede Valverde. Ama yok, Jude Bellingham icazə vermədi. Pedri ötürdü. Kevin De Bruyne. O da gördü Son Heung-min. Görən yiyəcək burada Son yok, olmadı. İndi Vinicius kontrataka çıxır Real Madrid dərhal. İndi Vinicius Junior. Vinicius sonunda Rudiger. Oy. Möhtəşəm tuttu Rudiger onu. Kontrataka çıxır indi Barça. Jeremy Doku keçdi almanı. Doku dayandı. Doku içərilədi. Zərbə Mbappe'dən olmadı. İndi Bruno Fernandes, Vinicius qaçır orada. Vinicius Junior'dan indi top, o da verdi. Yox, icazə vermir Jude Bellingham. Dərkən pres nəticəsində aldılar. Mehmet Salah, Valverde'ye verdi. O da Tchouaméni ötürdü, Vinicius 81'dədir. Artıq oyunun dəqiqəsi 81'dir. Erling Braut Haaland, yox, yine Rudiger. Haaland! Möhtəşəm gəlişinə zərbə. Erling Braut Haaland. Oy. Vinicius verdi. Haaland vurdu. Rudiger. Dönən top. Haaland sol ayağıyla yazdı. Sol yox, sağ ayağıyla. Möhtəşəm bir gol. Oyunun ilk və tək qolu Haalanddan gəlir. 83-cü dəqiqədir. Və 1-0 ChatGPT-nin komandası önə keçir. İndi Pedri hətta saxladı topu. Ruben Dias'a verdi. Ruben Dias. Trent Arnold. Hələ də irəliləyir Trent keçdi rəqibini. Trent amma yox. İcazə yoxdur burada ona. Bastoni verir. Haaland. Erling Haaland. Vinicius soldadır. Haaland özü apardı topu. Haaland verdi. Yox, icazə vermir Pedri burada ona. Trent Arnold. Kevin De Bruyne artıq son dəqiqədə oyunda. 90-cı dəqiqədir, son dəqiqə. Jude Bellingham verir. Son Heung-min kontrataka çıxır Barcelona. Yox, itirdilər. Dərkən yenə götürdülərmi? Yox və oyun bitdi. ChatGPT ilk etapda qalib olurlar 83-cü dəqiqədə Haalandın vurduğu qolla. O zaman keçək tez bir şəkildə penallaşma seriyasına. Bəli dostlar, penaltı seriyası başladı. Barça'nın topçusu atır. Bir dəqiqə mən burada görmədim kim vuracaq. Amma yəqin ki ən yaxarı qoyub oyun. Kylian Mbappe vurur. Kylian Mbappe qaçırtmadı və beləliklə Gemini komandası bir adet penal vurdu. İndi Haaland. Oy. ChatGPT'nin komandasının santriforu. Haaland qaçırdı. İndi Son Heung-min son da attı. Gemini
2 penaltısını da atıb. İndi Vinicius Junior. Vinicius Junior. O da qaçırtdı. Oy, nələr verir. Nə olur bu oyunda? Jeremy Doku. Jeremy Doku. Doku da qaçırtdı. Oy. İndi Məhəmməd Salah. Məhəmməd Salah attı. Bax, Məhəmməd Salah bitirən attı. İndi Jude Bellingham. O da attı. İndi Tchouaméni də attı. Əgər bunu Barcelona topçu qaçırtsa, Real Madrid'in bir şansı olacaq. Yəni ChatGPT'nin bir şansı olacaq. Əgər atsa qazanır. De Bruyne və penallaşma seriyasını da Gemini qazandı. 1-1 oldu hesab. Hesab 1-1 oldu. Oy. O zaman son etapımız komandanın en yüksek, iki komandanın en yüksek 5 oyuncusu, overall'lı 5 oyuncusunu götürüb bir-birləri ilə overall qapışdırması edəcəyik. Əgər burada hansı komandanın oyuncularının overall'ı daha çox olsa, o komanda bu videonun qalibi olacaq. O zaman mən gedirəm bu komandaların ən yaxşı 5, ən çox overall olan 5 futbolçusunu götürüb gəlirəm. Ben uşaqlar getdim, araşdırdım və bu futbolçuların hamısının, yəni ChatGPT'nin komandasının ən yüksək 5 overall futbolçusu və Gemini'nin ən yüksək 5 futbolçusunu getdim, gətirdim. Gemini'də bunlardır. Mbappe 91 overall, Jude Bellingham 89 overall, Pedri 89 overall, Ruben Dias 87 overall və Rudiger 88 overall. ChatGPT komandasında isə belədir. Haaland 91 overall, Salah 91 overall, Donnarumma 89 overall, Vinicius Junior 89 overall və Van Dijk 90 overall. Gəlin bir-bir qapışdıraq. Mbappe 91 bərabər, yəni 1-1. Jude Bellingham 89, Salah 91. Salah 2-1 elətdirir. Donnarumma 89, Pedri 89, 3-2 olur. Niyə? Çünki arasında bir xal gəlir. Vinicius Junior 89, Ruben Dias 87. Burada 4-2 olur. Və Van Dijk 90, Rudiger 88. Və beləliklə 5-2 overall qapışmasında da ChatGPT 5-2 Gemini udur. Niyə? Çünki 5-2 olur. 89 Pedri ilə Donnarumma bərabərdirlər və qalanları isə sadəcə buradan bir xalı, 2 dənə xalı Gemini'yə gətirənlər Mbappe və Pedri olur. Onlar da Haaland və Donnarumma ilə bərabər qaldılar. 2 xal gəlir, qalan futbolçular isə Gemini'nin futbolçuları overall baxımından daha üstündürlər. Buna görə də videomuzun ilk etabını ChatGPT qazanmışdı. İkinci etabını Gemini qazandı. Üçüncü etabını isə yenidən ChatGPT qazandığına görə 3 etabın cəmində 2-1 Gemini udan ChatGPT videomuzun qalibidir. Bəli uşaqlar, sağ olun, salamat qalın. Xahiş edirəm, bir dənə bu videoya like atıb abunə olmağı unutmayın. Sizi çox sevirəm. Sizin üçün video paylaşmağı unutmuram. Amma bu boyda əməyimin qarşılığında sadəcə sizdən bir like və abunə istəyirəm. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.